Uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Vüsalə müəllimə ilə birlikdə 4-cü sinif Azərbaycan dili 1-ci hissə səhifə 65-ə PDF-də baxacağıq. Uşaqlar, başlamamışdan qabaq kanala abunə olmağı və baxandan sonra bəyənməyi unutmayaq. 4A tapşırığına baxaq. Hər şəklə aid bir söz birləşməsi yazın. Söz birləşmələrinin tərkibindəki hansı söz dəyişməz qaldı? Bəs hansı sözlər məna fərqi yaratdı? Gəlin baxaq. Birinciyə nə ad eləyə bilərik uşaqlar? Qırmızı gül. İkinciyə sarı gül. Üçüncüyə isə yazarıq ağ gül. Hər birində uşaqlar dəyişməz qalan nə oldu? Əsas hissə, yəni gül sözləri dəyişməz qaldı. Amma aslı tərəf, birinci hissə qırmızı, sarı, ağ isə nə oldu? Fərqli, yəni məna yaradan sözlər oldu. Yaxşımı uşaqlar? Onu istəyə görə yəni dəyişə bilərik. Qırmızı gül istəsək, sarı istəsək yəni ağ deyə bilərik. Həmişə demişik, əsas tərəf olduğu kimi qalır, aslı tərəf isə dəyişir. B bəndinə baxaq. Nöqtələrin yerinə uyğun söz yazmaqla söz birləşmələri düzəldin. Onlar arasındakı fərqi izah edin. Gəlin baxaq, yazmaq sözünə aid nə deyə bilərik? Məktub yazmaq. Başqa nə deyə bilərik uşaqlar? Siz nə istəsəz yazın, yəni mən nümunə üçün yazıram. Kitab yazmaq, dərs yazmaq, nə istəsək deyə bilərik. Getməyə deyə bilərik kinoya getmək. Daha sonra deyə bilərik parka getmək. Və yaxud da deyə bilərik bağa getmək. Nə istəsək yaza bilərik. Oxumağa yazarıq, dərs oxumaq. Başqa nə yaza bilərik uşaqlar? Hekayə oxumaq. Başqa nə yaza bilərik? Olsun kitab oxumaq. Yəni nə istəsək yaza bilərik. Fikir verin, bu hər üç sözlərdə də daha doğrusu, hər üç sırada da yazmaq, getmək və oxumaq feilləri, yəni ikinci tərəf olduğu kimi qaldı. Amma birinci tərəf, aslı tərəflər isə istəyə uyğun dəyişdi. Demək ki, əsas burada rolu nə oynayır uşaqlar? Feil oynadığı üçün biz buna deyirik feili birləşmə. Yaxşımı? Feili birləşmə adlanır. Və beləliklə aşağıdakı qaydaya diqqət salırıq ki, var ismi birləşmələr, var feili birləşmələr. İsmi birləşmələrdə əsas tərəf isimlə ifadə olunur, feili birləşmələrdə isə əsas tərəf feillə ifadə olunur. Bundan indi nəticəyə gələrək C tapşırığını uşaqlar eləyək. Söz birləşmələrini aşağıdakı cədvəl üzrə qruplaşdırın. Əsgər məktubu uşaqlar nə olacaq? İsmi birləşmə, feili birləşmə. Əlbəttə ki, ismi birləşmə, çünki əsas tərəf isimlə ifadə olundu. Pəncərədən baxanda, bax baxanda, nə edəndə? Feilin sualına cavab verdiyi üçün oldu feili birləşmə. Tip bacısı ismi birləşmə, şirin alma ismi birləşmə, musiqi dinləmək. Burada nə etmək? Dinləmək. Ona görə də feili birləşmə. Nağıl danışmaq, feili birləşmə, şəlalənin səsi ismi birləşmə, meyvə şirəsi ismi birləşmə, çalışan nə edən? Feili birləşmə. Dərəndə nə edəndə? Yenə feili birləşmə. Sevimli obraz ismi birləşmə. Futbol oynamaq feili birləşmə. 4-cü siniflər yenə ismi birləşmə. Diqqətlə oxuyan feili birləşmə. Güllü parça isə ismi birləşmə oldu. Siz indi bunu səliqə ilə ismi birləşmənin altından yazarsınız. Rahat-rahat buradan. Feili birləşmələri də buradan rahat-rahat yazarsınız dəftərdə çəkib. Getdik tapşırıq C-yə. Nöqtələrin yerinə uyğun sözləri artırmaqla feili birləşmə düzəldin. Bu sizi çaşdırmaq üçün 2 dənə verib. İsmi birləşmədə, feili də. İndi görək hansını götürəcəksiniz. Çiçəyi dərəndə, xeyli işləmək, rəsm çəkərkən, aşağı enmək. Bizə lazımdır bunun feil ifadə olunan tərəfi. Dağlardan aşmaq ki, feili birləşmə olsun. Yəni əsas isə feillə ifadə olunsun. Cəld qaçan, xoşbəxt yaşamaq. Bayram keçirəndə. Deməli, əsas tərəfi feili birləşməli ifadə olunursa, bu adlanır feili birləşmə. Bax, belə uşaqlar, kanala abunə olmağı, bəyənməyi unutmayın ki, videolar davamlı gəlsin. Hələlik.